Mən qeyd etmək istəyirəm ki, biz dünən bir yubiley tədbirində iştirak etdik. Dünən sözün, qələmin və milli ruhun daşıyıcısı olan tanınmış şair, publisist Əli Vahid Çaylı'nın 70 illik yubileyi qeyd olundu və biz Avaz kollektivi olaraq bizim layihə rəhbəri Zərifə xanımla birlikdə bu yubiley tədbirində iştirak etdik. Qeyd etmək istəyirəm ki, Şirvan sorağında müqəddəs hissin daşıyıcısı, söz qibləgahı, ürəyimin səsi, könül nəğmələri, ömür cizgiləri, haqqa bağlı şairəm kimi dəyərli kitabların müəllifi olan Əli Vahid Çaylı eyni zamanda Ulu Məkan qəzetinin təsisçisi və baş redaktoru kimi milli mənəvi dəyərlərimizin təbliğinə çox böyük töhfələr verib və onun yaradıcılığı sözə sədaqətin, vətənə bağlılığın və mənəvi dəyərlərə xidmətin bariz nümunəsidir. Bax, bizim bu tədbirlə bağlı video sujetimiz var ki, irəliləyən dəqiqələrdə o sujeti də siz izləyəcəksiniz. Her ağızda bir dua var, aşıların da, sazendələrində, yani xeyir duası Haqtala dərgahına tez keçən olur. Güzel bir döyme kələmiyle hələlik Bismillah diye məclisi açaq, ondan sonra Əli Vahid yaratıcılığından da inşallah qulluğuzda ərz edəcək. Yürüdən hər doqay, yetirməz hər ana doğmaz, hər ozağı yetirməz hər ana doğmaz. Hər vaxtınız xeyir olsun, dəyərli dostlarım, dəyərli musiqiçilər, dəyərli poeziya sevərlər, şair və şairələr. Bugün doğrudan da mənim ən sevindirici günümdür. Demək olar ki, 70 il yazıb yaratdığım, bu ərsiyə gətirdiyim vətənpərvər şeirlərimlə, Azərbaycan xalqına xidmət eləməyimlə, səngərlərdə neçə əsgərlərlə görüşlərim, şeirlərim həmişə təqdirə layiq olur. Odur ki, deyir, çıx Bakıdan dağlı yolun izi ilə, ağıl insanların şirin sözü ilə, bax Şirvana misafirlər gözü ilə, xəyala dalmağı şamaqdadır. Çünki mən Şirvan məktəbin, Seyid Əzim Ocağın, Sabir məktəbin keçib gəlmişəm. Ancaq mən hələ özümə şair demirəm. Çünki o dahilər qarşısında şair olmaq çətin və çox çətindir. Bugün bahar fəslinin ilk günlərində mənim dostum, qardaşım, dəyərli insan, dəyərli söz sahibi, dəyərli qələm sahibi, şair Əli Vahid Çaylı'nın 70 illik yubileyində hamınızı xoş görmüşük. Mənim dostum, qardaşım Əli Vahid müəllim, sizi mən ürəkdən təbrik edirəm. Allah Teala sizə nə qədər ömür verirsə, onu sağlam yaşamağı inşallah arzu edirəm. Və 70 yaş belə bir şey deyil. Mən arzu edirəm ki, 80'i 90'ı bir yerdə qeyd eləyək. Həm sizə, həm özümə ömür götürürəm. Allah Teala ömür vəfa eləsə, 80 illiyində inşallah biraz da təmtaraqla geniş ürək sözlərimi, təbriklərimi deyərəm. Allah Teala qələmi biraz da gücləsin və qarşıdan gələn illərin xeyirli uğurlu olsun. Axşamınız xeyir olsun. Mən Sumqayıt Dövlət Universitetinin dekanı Profesör Musa Mustafayev. Bugün Əli Vahid Çaylı'nın işığına yığışmışıq. Əli Vahid Çaylı'nın, kəndimizin, Şirvanımızın yetişdirdiyi böyük bir ziyalının, böyük bir şairin
70 illik yubileyinə yığışmışıq. Mən Əlvahid Sayılını təbrik edirəm. Əlvahid Sayılı vətəninə, elinə, millətinə bağlı bir şairdir. Mən bayaq çıxışımda da qeyd elədim ki, Şirvan şairlər yurdudur. Şirvanda Əfsələddin Xaqani, Nişad, Hadi Şirvani, Seydəzim Şirvani, Xaqani Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi böyük şairlər çıxıb. Bu şairlərdən sonra qələm alıb şeir yazmaq hər oğlun işi deyil. Mən də əvvəl biraz yazırdım, amma sonra yazdıqlarımdan çəkindim. Çünki Şamaxı böyük şairlər yurdudur. Burada gərək elə söz deyəsən ki, tarixdə qalasan. Əlvahid Sayılını təbrik edirəm ki, dahilərdən sonra elə şeirlər, elə kitablar yazıb ərsəyə gətirib ki, onun işığına bu qədər Şirvanın ziyalıları, Azərbaycanımızın ziyalıları yetişib. Onlarla şairlər var ki, onlardan birincisi Əlvahid Sayılıdır. Əlvahid Sayılı cığır açandan sonra kəndimizdə ona baxıb həvəslənən onlarla şairlər yetişib, onlar öz şeirləri ilə mütəmadi olaraq Azərbaycan qəzetində, televiziyalarında iştirak edirlər. Əlvahid Sayıldan sonra onlarla kəndimizdə Yazıçılar Birliyinin üzvü var. Əlvahid Sayılını mən təbrik edirəm, kəndimizin ziyalısıdır. Onun işığına bu qədər görün, nə qədər gözəl insanlar yetişib və mən ona bir daha təşəkkür edirəm ki, məni də bu məclisə dəvət edir. Gözəl gün, değerli və sevimli şairimiz Əlvahid bəyin yubileyidir və təbii ki, bu yubiley münasibətilə onu təbrik edirəm. İnanıram ki, gözəl şairimiz, değerli şairimiz yaradıcılığında yeni zirvələr fəth edəcək. Allah onu qorusun. Zehni açıq olsun, qələmi iti olsun. Yaratdığı yüzlərlə, minlərlə şeirlər, poemalar insanların ruhunu oxşayır. Mənim çox sevdiyim şairdir. Hər zaman mənəvi qidalanırıq və bu yolda ona uğurlar arzulayıram, sağlamlıq arzulayıram. Yolun açıq olsun. Əlvahid qardaş. Əziz dostum, değerli dostum, Əlvahid Sayılını bu yubiley münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, 70 illik yubiley ilə kifayətlənməsin. İnşallah bütün dostları, bütün qohumları, ailə üzvləri onun 80 illiyinə yığsınlar və 80 illik yubileyini qeyd eləsinlər. Bir daha şair dostumuzu Əlvahid Sayılını təbrik edirəm. Allah'tan ona uzun ömür, can sağlığı arzu edirəm. Mən Xəlilova Rəqibə, Əlvahid müəllimin yoldaşıyam. Mənim 2 oğlum, 1 qızım var. Ailəmiz çox səmimi, mehriban. Yoldaşım şairdir. Onun yazıb yaratdığı şeirlər, mahnılar dillərdə əzbərdir. Hərçənd ki, ondan bir neçəsi müğənnilər oxuyublar. Amma Əlvahid müəllim çox şirvənpərəst, Şirvanın təsirini çəkən, həmişə Şirvan üçün yazan, yaradan, həmişə o yazıb yaradanda axşamlar, gecələr yazıb yaradır. Səhər də duran kimi yuxudan deyir ki, mənə, sən bir bax mənim bu şeirlərimə, bax gör, yazdığım şeir necədir? Mən də səhifəliyirəm, bir yerində bir səhif olanda, bir nəsə olanda deyirəm ki, bəs burası belədir. Mənim üçün çox asandır onun haqqında danışmaq. O nəinki Şirvanın, o Azərbaycanın çox vətənpərvər, xeyirxah, hamıya yardım eləyən gözəl bir ailə başçısıdır. Böyük ustad Diyarbağırdadənin 70 illiyi idi. Mən bunda televiziyada işləyirdim. Zəng elədim ki, ustad, istəyirəm səninlə bir çəkiliş edeyim. Dedi, buyur gəl. Gəldik, bir çay içdik, qayıtdık, qardaş, nədən danışırsınız? Dedim, sizin yubileyinizlə bağlı, 70 illiyizdə, güldü. Dedi, sən ağırlı kişisən, adam da qocalığı bayram edir. İndi Əlvahid müəllim fikirləşdim, bunun barəsində nə deyim? Dedim, Əlvahid, indi bizim yaşımızı Əzraillə yoldaşlıq eləyən vaxtdır. Daha artıq istər-istəməz bir belə qapılar döyülür. Dedim, Əlvahid, mən evə gələndə bura. Və mən Əzraillə rastlaşdım, geri Əlvahidə salam deyil. Yenə geçsin, günü sabahdan 80 illiyini hazırlasın. Şair, çalış yaşa, çalış yarar,
çalış sev, çalış sevin. Var, dövlət, nə bilim, şan, şöhrət, mülk, mal qalmır. Ancaq sənət qalır, sənətkarlıq qalır, yaradıcılıq qalır və insanlara bir üç müqəddəs dəyər var. Xalq, vətəndir, dövlət. Bunlar hər şey insan evindən, ailəsindən başlayır. Sənə gözəl ailə, can sağlığı, gözəl dışarı, gözəl təp arzulayıram. Öpürəm, təbrik edirəm. İnşallah 80 illiyində görüşərik. Yığdım bu dünyanın malını, devləti, 70'i aşırdım, 100'e qaldı. Aya getdi, el gətirdi, diş yedi. Baxmaqdan savayı gözənə qaldı. Nə qaldı, kimə qaldı? Baxmaqdan savayı gözənə qaldı. Deməli bu səs, bu köy, bu qonaqların gəlişinin bir səbəbkarı var. Bizim dəyərlimiz Əli Vahid bəyin 70 illiyinə toplanmışıq. Öz adımdan, həmkarlarım adından təbrik eləyirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Allah sizi var eləsin. İnşallah, inşallah sizin 90 illiyinizə, 100 illiyinizə gələk. Öpürəm, bağrıma basıram. Var olasınız, həmişə yaşayasınız, yaradasınız. Nə deyə bilərik? 70 illik dayan olsun əlinə. Bundan sonra 50 ildə həsa alma əlinə. Zöhrə sevən insanların könlünə 70 sevinç verən yaşın mübarək. 70 bahar görən yaşın mübarək. 70 bahar görən yaşın mübarək. Və sizə bir daha təbrik edirəm sizə, can sağlığı, uzun ömür arz edirəm. Şərifə, xoş geldin. Buyurun. Arzum sənə ilahiden budur ki, 3 rəqəmli ömür yaşa. Əziz dost, sən bu ilin allı sanlı olursan, nərd ünvanlı, dağ yuqarlı olursan, həm şöhrətli, həm də şanlı olursan, çəkilmirsən hər vaxt başa. Əziz dost, 3 rəqəmli ömür yaşa. Əziz dost, hələ necə xoş günlər var sırada, doğum günü, düğünlər var sırada. Çıxacaqsan hələ bundan sonra da zirvələrə, paşa-paşa. Əziz dost, 3 rəqəmli ömür yaşa. Əziz dost, çox açıqdır həm ürəyin, həm əlin. Nümunədir adın, sanın, əməlin. Taleyini almışıyla bir elin, bürümüsən zərqumaşa. Əziz dost, 3 rəqəmli ömür yaşa. Əziz dost, məclis qurmaq, dost tanışda şakərin. Dadı vardı hər sözündə şəkərin. Görüm sənin bundan sonra təkərin. İlişməsin heç vaxt başa. Əziz dost.